Qarabağ Nazirli Amir Fərəz. Bu müqəddəs yerdən ilk öncə bütün Azərbaycan şəhidlərini salamlayıram. Ruhları şad olsun, məkanı cənnət olsun. Eyni zamanda şəhid valideynlərini, şəhid analarını, atalarını və şəhidinə, qazisinə hörmət edən, sevən hər bir kəsə salamlayıram. Hər bizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Şəhid valideynlərinə dərin minnətdarlığımı bildirirəm ki, bu cür övladlar yetişdiribsiniz və bu övladların sayəsində üçrəngli bayrağımız müqəddəs əzəli torpağımız olan Qarabağda dalğalanır. Bu anı yaşamaq üçün, bu yerə çatmaq üçün əlbəttə ki, bizim sərkərdəmiz, əsl sərkərdə Cənab İlham Əliyevdir. Onun sayəsində, onun güclü siyasəti sayəsində biz torpaqlarımıza geri döndük. Canımızı fəda edərək, qanımızı fəda edərək can alaraq geri döndük. Bunun üçün də biz fəxr edirik, qürur duyuruq. Nəyə görə? Çünki bizim dövrümüzə düşdü və biz bu dövrdə müharibədə iştirak etdik. Necə ki, 1-ci Qarabağda iştirak eləmişdilər. Onların dövründə biz uşaq idik. O anlarda olan hadisələr bizi çox üzmüşdü. Onun acılı günləri bizim içimizdə qisas hissi oyatmışdı və vaxt gəldi, zaman gəldi, biz qisasımızı aldıq. Bütün şəhidlərimizin bir damla qanının qisası qalmadı. Hər birinin qisasını aldıq. Pəncəli qardaşımız bugün onun 9-cu il dönümüdür. Torpağa tapşırdığı gündən 9 il keçirildi. 2016-nın aprel döyüşlərinin əfsanəvi qəhrəmanıdır. Onun haqqında mən bacardıqca hər il gəlirəm. Bundan sonra da Allah qismət eləsin, gəlməyə davam edəcəm. Onun haqqında çox danışmaq olar. Bir şey deyim ki, bəzi şeylər demək istəyirəm, amma bəzi şeylər var, demək olmaz, müəyyən şeylər var, onlar demək olmaz. Amma bəzi nüanslar var, onları deyəcəm Pəncəlinin haqqında. Hər il deməyə çalışıram, yenə də deyirəm. Deməli, Pəncəli döyüş tapşırığı xüsusiyyəti qüvvələrdə, hər bölməyə döyüş tapşırığı gələndə ən çox sevilən Pəncəli olur. Sanki yaxınının, əzizinin bir toy şənliyinə gedəcək, ona o qədər sevinirdi, o cür sevinirdi. Yəni onun düşmənə o qədər kini, küdurəti var idi ki, həmin vaxtı ondan çox sevinən olmurdu. Hər tapşırıqda da o düşməndən bir şey gətirirdi. Ən azından bir silah, bir başqa şeylər də var idi, onlar demək bəlkə də uyğun gəlməz. Yəni, hər dəfə o bir şey gətirirdi, onun gətirdiyi sayəsində o tapşırıq daha tez təsdiqini tapırdı. Pəncəli bizim üçün əfsanədir. Həqiqətən də canlı şahidləri olmuşuq. Onun qəhrəmanlığının, şücaətin şahidləri olmuşuq. Biz ondan fəxr edirik. Bizə qismət olmadı şəhadət şərbətini içmək. Düzdür, müxtəlif illərdə mən 3 dəfə 2011, 16, 20-ci illərdə yaralanmışam. Amma qismətimdə yox idi. Allahın yazdığı qəzalı qədər var. Yəqin ki, biz o səviyyəyə gəlib çata bilməmişik. Həqiqətən də şəhidlik böyük zirvədir. Quranda da var, şəhidlər ölmür, şəhidlər yaşayır Allahın dərgahında. Ona görə bütün analar bunu belə bilsinlər, belə də bilirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Gələn qonaqlara öz minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun, bizə də söz verdiniz. Minnətdaram. Allah razı olsun hər birinizdən.
Mən də öz növbəmdə salamlayıram hər kəsi orada, şəhid anaları, şəhid qardaşları, şəhid atalarını. Çox sağ olun ki, belə bir övladlar sizdə böyütmüşsünüz, vətən üçün, torpaq üçün böyütmüşsünüz. Hər birinizin qarşısında baş əyirib, Allah sizlərə can sağlığı versin. Mən də 2003-cü ildən 2016-cı ilə qədər Pəncəli Teymurovla bir yerdə xidmət eləmişik və döyüş yoldaşları olmuşuq. Bir yerdə əziyyətlərimiz olub Pəncəli qardaşla. Və Pəncəlinin mən də Astana Ərçivan kəndinəm, amma mən Pəncəlinə həmişə fərq eləmişəm. Orada onunla həmişə nümunə almışıq biz. Onun göstərdiyi şücaətlər, onun göstərdiyi fədakarlıq həmişə bizə fəxr olun. Mən də bugünkü növbədə özümə borc bildim, gəldim qardaşımın ildömündən. Həqiqətən də qəhrəmanlar diyarıdır. Allah sizlərə can sağlığı versin. Çox sağ olun, minnətdaram. Çox söz danışmaq istəmirəm. Minnətdaram siz. Sağ olun.